Bu qızlar, bu sinələrdir, bu qollardır. Açıq qoyurlar bu ortalıqda. Qısa giyinirlər, həddindən artıq qısa giyinirlər. Bunu hansı məqsədə bunu yaza bilərik? Hansı məqsədlə bunu düşünə bilərik? Məsəl üçün, nə bilim, o cırıq-cırıq giyirlər, nə bilim. O deyir ki, Quranda yazır ki, Quran-ı kitab mədəniyyətimizdir, fəlsəfəmizdir, ictimaiyyətimiz, qabiliyyətimiz, qanaşağımız, Allahın buyurduğu hayıfdır. Yəni, bunu düşünmürlər. Heç olmasa, o qoyur sana habayızda ya. Məsəl ki, utanmırsan. Qardaşın var sənin. Elə belə heç yoxdur, hələ tək qızsan. Millətdə mədəniyyət başqa şeydir. Yəni, Quran-ı kitab böyük bir mədəniyyətdir. O vaxt Lenin oxumaq Qurandan götürürlər. Dünya alimləri Qurandan bəhrələnirlər. Oxuyublar hamısı, yəni Quran Allah göndərir, nə demək istəyir? Quranda nə var? Oxuyublar. İndi məktəbdə də müəllimlər, nə bilim, təlim, tərbiyə çox yoxdur. Universitetə qızlar gedir. 16, 17, 18. Qıpqırmızı dodaqlar. Heç müəllimdən utanmaq lazımdır. Bayırda başqa məsələ. Amma məktəbə gedirsən, universitetə gedirsən, ayıbdır, hörmət lazımdır. Bir başqa zamandır. Zaman həmən zamandır, insanların psixologiyası dəyişir, mədəniyyətləri dəyişir. Elə bilirlər, onlar yaxşı, yüksək mədəniyyətdədirlər. Amma əksinə, xeyr, elə deyil.